Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi tender müsabiqələrinin qalibləri Azərbaycan Beynəlxalq Bankı ASC və Kapital Bank ASC olub. Yenavaz.com xəbər verir ki, DSMF-də əmək haqlarının, eləcə də DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədi ilə göstərici bank xidmətlərinin satın alınmasına görə ABB-yə 23 milyon 573 min 3 manat 90 qəpik, Kapital Banka isə 28 milyon 15 min 689 manat 90 qəpik ödəniləcək. Qeyd edək ki, xidmət dövrü 2026-cı ilin yanvar-dekabr aylarını əhatə edəcək. Müqayisə üçün bildirək ki, ötən il keçirilən analoji tender müsabiqəsindən sonra DSMF ABB-yə 22 milyon 981 min 530 manat 5 qəpik, Kapital Banka isə 24 milyon 560 min 167 manat 80 qəpik ödəyib. Açıqlanan məlumatlardan da göründüyü kimi son bir ildə DSMF-nin ABB-yə ödəyəcəyi vəsait 591,5 min manat və ya 2,6%, Kapital Banka ödəyəcəyi vəsait isə 3,46 manat və ya 14,1% artıb. Məlumat üçün onu da bildirək ki, uzun illərdir DSMF tərəfindən ödənilən sosial ödənişlər adları qeydə alınan bu iki bank tərəfindən həyata keçirilir. Bu vəziyyət müxtəlif zamanlarda mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox ekspert hesab edir ki, sosial ödənişlərin iki bank tərəfindən həyata keçirilməsi bu sahədə rəqabətin qarşısını alır və eyni zamanda da sosial ödəniş alan vətəndaşların saatlarla bankomatların qarşısında növbələrdə durmasına gətirib çıxarır. Xatırladaq ki, 2022-ci ilin 22 iyul tarixində Azərbaycan prezidentinin imzaladığı 3378 sayılı Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təsdiq edilməsi haqqında sərəncamda da qeyd olunub ki, 2026-cı ilin sonuna kimi sosial ödənişlərdə banklararası rəqabətin gücləndirilməsi, pensiya və müavinətlərin alınması üzrə bank seçimində sərbəstlik təmin ediləcəkdir.